Dəyərli izləyicilər, sizləri Bərdə Maşın Bazarından salamlayıram. Maşınların qiymətləri ilə maraqlanıb sizləri tanış edəcəyik. Xeyirli olsun qardaş. Çox sağ olun. 07 maşını satırsınız. Buyurun məlumat verin bilək necə maşındır? İli 2002-dir. Sürükdən, çarıqdan heç bir söhbət ola bilməz. Yağın təzə dəyişmişik. Karovka 5. Motor 06, altında başında bir dənə sürük yoxdur. Neçə vaxt maşın sizdədir? Maşın ücə 1 ildir bizdədir. Etibarnamə yoxsa formut? Aformutdur. Alandan sonra xərcləriniz oldu mu? Elə-belə yüngül var özümüz üçün. Mühərrik 06-dır bunlardan. Bəli. 06 mühərrikidir, motoru. Bəli. Necədir mühərrikin vəziyyəti? Yağ azaltması, səsi? Heç bir. Təzə dəyişilib yağı da. Aparatur sisteminə 400 manat qoymuşuq. İçi başı səliqəli, səs-küy yox. Difirdə səs yox, karovka yaxşı, atma dolu maşındır. Qəşəng karovkada deyirsən atma səsi yox. Xeyr. Diferin səsi yaxşı. Bəli. Polun çürüyü yoxdur. Heç olmayıb yoxsa olanlar çıxıb? Xeyr olmuyor. Salamatdır. Harada da desəz baxa bilərlər. Danqrat yerləri salamatdırmı? Bəli. Perodokda səs-küy necə? Xeyr, təzə yığılıb. Təkərlər amma zəifliyibdir. Biraz zəif təkərlər. Maşınımızın dəyişilənlərini də deyin də bizə. Qapı, kril, kapot. Dəyişilənləri yoxdur. Zavoddan gələnləridir hamısı. Bəli. Bir dənə elə işlənən yerləri var. Hazırda da elə bilən müəyyən yerlərində kosmetik işləri var. Bəli, yüngül var, kosmetik işləri var. Hətta sürücü tərəf qapının ayağında da zədə var, yoxsa nə mən elə görürəm kantında? Yox, elə belə şeydir. O kosmetik işlərlə həll olunan şeylər. Qəşəng. Maşınımızın aynalarında vəziyyət necə? Ön aynada sədəf boyda bir çırtdağı var. Bəli. Üstündə üstünə nəsə yapışdırmışmışlar, onda bir dənə balaca zədəsi qalır. Bəli, yapışdırmışdılar, çıxartdıq. Ön oturacaqda da elə biləm sürücü tərəf oturacaq biraz narahatdır. Bəli, biraz çöküntü varmı? Çöküntü yoxdur, prosto kol dəyişsə daha yaxşı olar. Skoldadır. Qəşəng. Əlavə də ki, maşınımız pultu var. Bəli, punt sistemidir. Şüşələr əllə qalxır, düymə ilə? Yox, əllə. Əllə qalxır. Qiymətini də deyin də. Qiyməti 4000-ə deyirik. 4000-ə deyirsiniz, endirim də eləyəsiniz. Bəli, real alıcı ilə endirim. 3-7 təklif eləsələr. Baxarıq, zəng eləyər, baxarıq. Hansı rayondadır? Bərdar rayonunda. Uğurlar arzu edirəm qardaşım. Çox sağ ol. Siz də sağ olun. Qardaş, Allah bazar versin. Sağ ol qardaş, çox sağ ol. 015 maşını satırsınız. Buyurun, məlumat verin bilək necədir maşınımız? Maşın ili 98-dir, qiymət 4300-dür. Maşının özdəki udarsız maşındır, yəni sağlam maşın. Nə vaxtdan sizdədir maşın? Maşın arası 1 ildir. Etibarnamə yoxsa formut olunub? Yox, generalini 1 il təzədən davenus var, aformut deyil hələ ki. Sənədlər qaydasındadır? Var, sənədlər hamısı qaydasında. Alandan sonra xərcləriniz nə oldu? Alandan sonra təkər almışıq, qabaq farası, təzə şey, hamısı təzə şeylər qoymuşlar. Faradır, təkərdir. Mühərrikinə heç vaxtdırmadı? Maşının özünə heç bir xərcimiz olmur. Mühərriki necədir, mühərriki? Yaxşıdır. Yağ azaltması, səsi? Xeyr, heç bir şey yoxdur. Motor problemsiz motor. Karovka necə? Karovka bir dənə 2 dənə atır. Düzəltmək olarmı yoxsa dəyişilməlidir? Yüngüldür. 2 dənə, o da muftada tənzimləyəndə atmır. Elə belə tənzimləməyəndə atır. Perodokda vəziyyət necə? Öndə? Heç bir problem yoxdur. Qranatların səsi küyü yoxdur? Hamısı təzədir. Özümü dəyişdirmişəm. Ekran necə? Ekran da sağlamdır, baxa bilərsiniz. İş olubdur yəqin ki də 98-dən indiyə. İndi yüngül iş ola bilər, amma belə germetikasıdır özününkidir. Yəni dəyişməyib ekran. Öz ekranı. Təkərlərdəki deyirsiniz təzədir? 4 də təzədir. Altında necədir vəziyyət? Altı da qəşəng. Çürüyü, pası? Xeyr, olmayıb, yoxsa olanlar çıxıb? Yox, olmayıb heç vaxt. Bunlar elə bir ki, təzələrdən yaxşıdır. Yəni köhnə dəmirlər güclüdür. Daha keyfiyyətli olur. Daha keyfiyyətli, passadı yoxdur. Dəyişilənlərini də deyin də bizə, qapı, kril, kapot. Bir dənə bu kril dəyişibdir. Sürücü tərəf ön kril dəyişdir. Var. O da elə bu üç tərəfindən palankaydı da tüy dəyişdi. Kosmetik işi yoxdur? Xeyr, kosmetikası olunubdur hamısı. Aynaları yaxşıdır, qırıq çat yoxdur ki aynalarında? Yox. Amma şitin üstündə çatlar çoxdur. Şitdə var daha, indi 98 maşın da üstündə gələndir. Öz radno şitidir. Sürücü tərəf oturacaqda da elə bilən biraz söküntülər var. Çıxollansa daha yaxşı olar. Pultu
Aynaların düymə ilə qalxması, belə bir şeylər yoxdur. Qabaq aynalar düymə ilə qalxır, amma puntu yoxdur. Şeydir, sensor zamokdur, elə bir dənə açarla bağlanır. Maşınımızın dəyəri neçədir? Neçə deyirsiniz? 400-ə deyirik. Son fikir 4-dür, yoxsa 4-dən də düşmək olar? Yola son 4 Karabkanın qiymətinə çıxmısınız? çıxmışıq ha. Yəni Hardadır maşınımız? Maşın ünvan Bərdə rayonu. Uğurlar arzu edirəm Çox qardaş. sağ ol, sağ ol. Siz də sağ olun. Allah razı olsun. Qardaş xeyirli olsun. Sağ ol qardaş, sağ ol. Toyota Prius, Bəli, qırmızı rəngdə. bəli. Buyurun, məlumat verin bilək necə maşındır? 2007-ci ildir, VIN kodu 2008-dir. Bez detaldır maşın. Pası, sürüyü, heç nəyə yoxdur, çiçək kimidir. ABS-dir, bateriyakadır, motordur, hamısı ideal vəziyyətdədir. Nə vaxtdan sizindir bu maşın? Çoxdandan bizdədir, texpasportdan öz adımadır. Birbaşa öz adınız olan Öz maşın. adımadır. Bilmək istəyirik görək alandan sonra xərcləriniz nə oldu, nə düzəltdirdiniz? Alandan sonra ABS-ini dəyişmişəm, 900 manata. Sonra Yəqin ki, işləmişi qoyulub da, eləmi? Hə. İndi problemi yoxdur ki, ABS-də. Yox, ideal vəziyyətdədir. 288 min mil göstərir. Bəli. Mühərrik 200 min yəqin gözüm ki, yığılar, hə yoxsa? Yığılar, bəli. Mühərrikdə yəni problemsizdir. Sizdən əvvəl olub, hə? Hə, bizdən o. Mən mühərrik əl vurdurmamışam. Belə dəyişmişəm svetsası, nə bilim, bəzi baxımlarını eləmişəm, amma mühərrik yığdırmamışam. Mühərrikin yağ azaltması necə? 4000 kilometrə 400 qram, 500 qram belə yağ azaldır. O da Ümumiyyətlə bu Priuslarda normal deyirlər. O ümumiyyətlə onun kitabçasında var 500 qram yağ azaltmaq. Aha. Elektrik motorunda problem yoxdur ki? Yox, heç bir problem yoxdur. Batareyalar necədir? İdeal vəziyyətdədir. Kimin harda ustası, nə bilim servisdə, ürəyi harda istəyir yoxlasın. Faralarda Batareyalardan dəyişildi yoxsa mən heç nə dəyişdirməmişəm. siz eləməmisiniz? Faralarda yığdırmışam, dumanlı işıqlarda yığdırmışam. Hamısı qanuna uyğundur, lupalıdır, LED-dir hamısı. Korobkada problem yoxdur. Korobkasında heç bir problem yoxdur. Maşının ümumiyyətlə problem yoxdur. Otur Öndə sürdü. səs-küyü necə? Heç bir şey Qranatların yoxdur. səsi yoxdur. Hamısı ideal vəziyyətdədir. İçi Polda zədə yoxdur, Polu altında. da tərtəmizdir. Maşında ümumiyyətlə udar, vuruq, heç nə yoxdur. Maşın bez detaldır. Dəyişən detalı yoxdur. Motor nömrəsi texpasportdan düzdür. Çox pürüstü deyərəm ki, 100 pürüsün 90-ında səhvdir. Bez nomer yazılmalıdır. Dəyişdirirlər sonradan. Dəyişdirirlər deyə, bəli, bez nomer yazılmalıdır. Təkərlər də normaldır. Normaldır, hə, təkərlər də normaldır. Dəyişiləni yoxdur, amma kraskalanıb maşınımız. Bəli, klassikalanıb, amma dəyişən detalı yoxdur, tam sözünün. Kosmetik işi yoxdur ki hazırda. İndi xırda-xırda daş dəyən yerləri var, o normal bir haldır. Belə yəni ciddi maşın kraskaladım eləyim, kosmetik işi yoxdur. Maşın göz qabağındadır. Aynalar salamatdırmı? Hamısı salamat. Bunlarda dördü də düymə iləndir. Aynaların qalxıb yenməsi. Bəli, işlək tam İşləyir dördü də. 7 düymədir, JBL-dir, polmufuldur, koja salondur, kojası tərtəmizdir. Kondisionerdir, buz kimi vurulur. Maşın ümumiyyətlə svej maşındır. O İşte çapılmış. təmiz, oturacaqları Bəli, yaxşı. O video registrator var bahalı. Onu da verəsiniz. Bəli. Maşının Qiyməti neçədir? 13800-ə deyirəm. Son fikir nədir? 13-ə vermək olar? 13-ə yox, indi normal bu kimsə real alıcı olsa danışmaq olar, qiymətləşmək olar. Hansı rayondadır? Beyləqan. Uğurlar arzu edirəm. Sağ qardaş. olun. Siz də sağ olun. Xeyir olsun qardaş. Sağ ol. 190 Mercedes. Hə. Buyurun məlumat verin bilək necə maşındır? Vallahi yəni maşının problemi yoxdur da. Bir də 90-cı ildir, 2 motordur. Motor bez nomerdir, tək pasportda. Hə, qiyməti 4-5-ə deyirik. Aşağı yerdə var. Nə vaxtdan sizindir bu maşın? Maşın 1 il 2 aydır bizdədir. Etibarnamə yoxsa birbaşa öz adınıza? Etibarnamədir, ha. Yəni yəsizdəki İkincisini ildə də almısınız? şey deyil. Bəli? İkincisini deyirəm aldınız etibarnaməni. Hə, ikincisini almışıq da, onu deyirəm. Problemli adam deyil. Etibarnamən vaxtı qutardı. Getdik təzələdik. Sənədlərində yoxdur ki problem. Yox, hamısı tək pasportun texniki baxışdır, sığortadır, 1 illik hamısı. Davernisdir. Hamısının onayı qalıb da belə deyil. Alandan sonra xərciniz nə oldu? Nələr düzəltdirdiniz? Maşın alandan sonra Bəli, amortizatorları dəyişdirdim, perodokunu yığdırdım. Yəni 4 dənə təzə təkər alıb vurmuşam altına. Mühərrikini yığdırmadınız? Belə, xeyr, mühərrikində problem yoxdur. Mühərrik dəyişilibdir yoxsa? Dəyişilibdir, 1.8 idi, 2 dəyişilib qoyulubdur. Sənəddə qeyd olunub? Sənəddə də bez nomer kimi qeyd olunubdur. Mühərrikin problemi yoxdur deyirsiniz? Yağ azaltması, səsi? Xeyr, heç nə yoxdur. Yağ yemədi, yağ azaltmadı. Korobkada vurmadı, heç nə yoxdur. Korobka avtomatdır? Avtomat korobkadır. Gecikmə vurma yoxdur deyirsiniz? Xeyr. Diferin səsi necə? Diferdə ümumiyyətlə səs yoxdur. Yəni maşın belə də, yəni göründüyü kimi prosta pul lazımdır, nə satıram. Altında vəziyyət necədir? Altında da salamat. Zədəsi yoxdur, çürük, pası. Sürük, çarıq heç nə yoxdur. Perodokda səs-küy necə?
qram səs yoxdur. Yəni belə tık deyən səs yoxdur. Yəni çip maşındır maşın olmandan. Mən onu satma səbəbim də qardaşım universitetdə oxuyur. Onun təhsil haqqısını ödəməyinə görə. Uğurlar arzu edirəm. Allah xeyir versin. Təkərləri yaxşıdır. Ada 4 dənə təzə təkərdir, videoda da qeyd olunub. Dəyişilənlərin də deyin də bizə. Bilinirmi nəsə? Qapı, krel, kapot. Yox, bunun qapılarıdır, dəyişim. Vallahi bilmirəm də, yəni belə kraskalı vəziyyətdə almışam. Kosmetik işi yoxdur indi. Yox, kosmetik işi göz qabağındadır da kosmetikası. Kosmetikasında problem yoxdur. Luk açıq deyəndə ki, işləyir. İşləyirdi ki, açıq. Kondisioner yoxdur. Kondisioner yoxdur. Sərfiyyatı nə qədərdir? Sərfiyyatı 10 litr. 110 litr yana baxıram. Aynalar yaxşıdır. Zədə yoxdur ki aynalarda. Xeyr. Əllə qalxırmı aynalar yoxsa düymə ilə? Hə, əllə. Dördü də əllə. İşləyirlər yəqin ki. Hə, işləyirlər hamısı. İşdə yoxdur zədəsi. Xeyr, də işdə də laf videoda. Oturacaqlara çol çəkmisiniz. Orijinalları yaxşıdır. Hə, yaxşıdır. Yəni çol çəkmişəm ona görə ki, orijinallara zədə düşməsin də, bildiniz necə? Lap yaxşı. Pultu yoxdur. Punt yoxdur, yox. Qiymətindəki 4500-ə deyirsiniz. Deyirik, hə, real alıcı ilə razılaşma olur. 4000 təklif eləsələr. Nə olar? Azdır. Biz təklif eləyirik. Razılaşarıq. Əsas odur sizin. Real alıcı olsa ev yoxdur, 4000-ə verərəm get. Bizimki təklif də, məcbur eləmirik heç kim. Bildim. 4-ə verərəm. Hansı rayondasınız? Harda görə bilərlər? Tərtərdə. Tərtər rayonunda görə bilərlər. Buradan da qonşu Tərtərə salam göndəririk qardaş. Təşəkkürlər, çox sağ ol. Siz də sağ olun. Allah xeyir versin qardaşım. Sağ ol qardaş, sağ ol. Mercedes C-Class. Bəli. Universal modelidir. Bəli. Maşınımız amma yaxşı maşına oxşuyur. Yaxşı maşındır, bəli. Buyurun, məlumat verin bilək necə maşındır? Maşın heç nə yaxşı maşındır, öz maşınımdır. 4 il məndədir. Heç bir problem yoxdur. Pula ehtiyac var deyən satıram. Aform olunub da yəqin ki. Bəli, 4 ildə özümdə də öz adımadır maşın. Bu vəziyyətdə idim, yoxsa siz nəsə düzəltdirdiniz maşınınızı? Xeyr, maşını özüm rəhləmişəm. Maşın ustasıyam, özüm rəhləmişəm. Bir tək rəng vurdurmusunuz. Bəli, təkcə rəng vurduq. Maşınımızdakı 882.000 göstərir. Bilmirəm, orijinaldırmı, yoxsa şit dəyişilib? Yox, pribor dəyişibdir. Daçıq işləmir, benzin daçığı, pribor dəyişibdir. Aha. Sükan da dəyişilib yoxsa? Şu an mən alandan belədir. Multi roldu, 4 varan roldu. Hə, onun üçün elə deyirəm. Bəli, ola bilər Deyirəm dəyişibdir. bəlkə zavoddan gələndə elə belə gəlib bunlar. İnanmıram zavoddan belə. Yəqin dəyişilib daha. Elə maraq göstərən insanlar var, dəyişir. Mühərriki bunun deyirsi nədir? Bəli, Mühərrik, motor. motor 2 motordur. 2 benzindir. Bəli, 2 benzindir. Mexanikadır, qabağa da 6 skorusdur. Aha. Sənəddə qeyd olunub da mühərrik. Bəli, Yoxsa dəyişilib mühərrikdə? Dəyişilmir, öz mühərrik. Öz mühərrik. Bəli. Necə işləyir mühərrik? Yaxşı istəyir, sərbəst. Yağ istəyir. azaltması necə? Azaltmır. Yığdırmadınız. Xeyr. Korobkada mexanikadır. Mexanikadır, bəli, qabağa da 6 skorusdur. Qabağa 6. Zadi ilə 7 sayılır. Özününki də yəqin ki Bəli, budur. bəli. Bunu da birinci dəfədir görürük yəni 6 skor. Çox adam belə, bəli. Köhnə çeşkalarda daha doğrusu. Hə, çox adam İndi belə deyir. müasirlərdə 7 də var hətta. Hə, deyirlər ki, 2000 model olduğuna görə 6 skorus gəlib qabağa. Diferdə vəziyyət necə? Diferdə heç nə yoxdur, problem yox, səsi yoxdur. Təkərlər 6 ayın təkərlərdir. TNT baxış sığortanı da 3 gün bundan əvvəl ikisini yeniləmişəm. Təzə verirsiniz. Bəli. 6 necə? Zədəsi yoxdur ki, Xeyr, kolunda. xeyr. Perodokun səsi küyü necə? Yoxdur. Perodok da yaxşı. Təkərləri də deyirsiniz yaxşı. Təkərlər Maşınımızın dəyişilənini amma bilməyəsiniz, hə? Qapı, krel, kapot. heç də dəyişmir, özüdür. Öz radına Bu oydur. xarici maşınlarda biraz çətin olan onsuz da. Bəli, koddur da, kodun nömrələri yerindədir. Lap yaxşı. Kosmetik işi yoxdur deyəsən, Xeyr, eləmi? yoxdur. Rənglənifliyi yoxdur, xeyr. Luk işləyir. Lük xeyr. Luk işləmir. Kondisioner işləyir. Kondisionerin qazı qurtarıbdır. Yəni buranın olsa işləyər. İşləyir amma soyutmur da yəni. Bəli, bəli. Maşınımızın aynaları necədir? Təmizdirmi? Bəli, Qırıq çatı satır yoxdur. heç nə yoxdur. Dördündə də düymə gördüm. İşləyirlər. İşləyir. Düymə ilə dördü də. Bəli. Hətta pultdan bağlanır, aynalarda, qapılar da asılır da. Hə, lap yaxşı. Oturacaqlar parça salondur. Bəli. Təmizdir, yəni cırıq Təmizdir. sökük yoxdur. İndi bilmirəm zavoddan gələn oturacaqdımı, yoxsa? Onlar xeyr, onlar da üzətmişəm. Qapının abifkalarını da üzətmişəm. Aha. Yenidən öz istədiyim formada tikdirmişəm. Hə, mənim hər maşından xoşum gəlmir, sözün açıq maşınınızdan xoşum gəldi. Yaxşı Elə sizə maşındır. sataq da bunu. Qiymətini də deyin də bizə. Qiymətini 10 minə. 10 minə deyirsiniz, endirim də eləyəsiniz. Yəqin bir yüngül var, şirinlik eləmək olar. Hansı rayondadır maşınımız? Ağdaş rayonunda. Uğurlar arzu edirəm. Çox sağ olun, minnətdaram, Siz təşəkkür də sağ edirəm. olun. Sağ olun, var olun. Qardaş Allah xeyir versin. Sağ ol, var olasın. 07 maşınınızı satırsınız. Bəli, bəli. Buyurun, məlumat verin bilək necə maşındır. İl 2004-dür, 2 qabaq krlosu dəyişib. Motor saat kimi, karovka yaxşı, difer yaxşı, 4 təzə təkər. Salon ideal vəziyyətdə. Polu Zavaskoy tarsovkası. Nə vaxtdan sizindir bu maşın? 2 ildir məndədir. Etibarnamə yoxsa form tolunu? Etibarnamə ilə sürürəm. İkincisini götürmüsünüz yəqin ki, yoxsa? Bəli, bəli.
Alandan sonra xərcləriniz nə oldu? 4 təzə təkər alıb qoymuşam üstünə. Başqa xərc tələb eləmir. Otur sür. Mühərrik nədir bunlarda? 06 mı? injektordur, karburyatordur. Necədir mühərrik vəziyyəti? Mühərrik əla vəziyyətdədir. Səsi, yağ azaltması? Heç bir şey yoxdur, hər şey qaydasındadır. Saat kimidir. Korobkanın vəziyyəti? Korobka 5-dir, atması zadı yoxdur, qaydasındadır, ulamır. Düferin səsi yox deyirsiniz. Yoxdur, yox. 6 necə? 6 zavod tarsovkası. Çürük pası yoxdur. Heç bir şey. Perodukda? Qutu kimidir, əla. Səs Səssiz, küyü küysüz. yoxdur Yo. Təkərləri də deyirsiniz təzə almısınız. Bir aydır təkər alıb qoymuşam. Dəyişənləri deyin də bizə. Qapı, 2 qabaq krlos dəyişib, qalanları bezdet aldım. Kraskadakı nə zaman vurulub kraska? Kraska vəziyyətdə almışam, kosmetik işi yoxdur. Normaldır. Ön aynasında çatı var. Bəli. Digər aynalar salamatdırmı? Salamat. Əllə mi qalxır yoxsa düymə ilə? Əllə qalxır, içinəydi. Amma pult sistemi var deyəsən, hə? 4 qapıda pult sistemi, bağac pult sistemi, bəli. İştində üstündə zədəsi var. Bəli, xədə zədəsi var. Oturacaqlarda necə yoxdur zədə? Yox. Plyonkalanıbdır, görmürük. Yox, qaydasında. Maşınımızın qiyməti də deyirsiniz. Neçə deyirsiniz? Qiymət 4600 manat deyirəm. 4600. Endirim olacaq. 4-2 istəyən olsa. Olar, razılaşarım. Hansı rayondadır? İmişli. Uğurlar arzu edirəm qardaşım. Sağ ol, var ol. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. Çox sağ olun. Maşınımız Daiwo. Daiwo Gentra 2014 ili. Ha, buyurun, məlumat verin. 1.5 motor, benzin. Nə vaxtdan sizin maşın? 3 ildə özümdə. Etibarnamə yoxsa format olunubdur? Yox, zadımıza. Alandan sonra xərciniz oldu mu maşınıza? Yox. Belə yüngüldür, yəni sürürsən maşın təkərdir, nakladkadır, belə şeylər də yağın zadı dəyişib belə sürmüş. 413 min göstərir. Hə, sürmüş. Mühərrik bilmədiniz, açılıb, yığılıb. Mühərrikini yığdırmışam mən. Ehtiyat hissələr necə? Tapılırmı yəni? Çətinlik çəkmir? Tapılır, hər şey tapılır. Hər şey təzə var. Aha. Biraz uca səslə xahiş edirəm, eşitmək olmur. Hər şey təzə var deyirəm, mağazasında. Hazırda yaxşıdır mühərrik. Mühərrik bu dəqiqə ideal vəziyyətdə. Yağ azaltma səsi yoxdur Heç bir ki. problemi yoxdur. Korobkadır, motordur, bez problemi. Korobka önə 5 deyəsən Beşdir, eləmi? mexanikadır. Mexanikadır. Atması yoxdur ki. Xeyr, heç bir. Ön çəkirmi bunlarda? Ön çəkir, ön. Qranatların vəziyyəti necə? Qranatlar da ideal. Səsi küy yoxdur. Perodokda səs yoxdur. Perodokda səs yoxdur. Yoxlatdıra bilərlər. Olmasın. Təkərlər yaxşıdır. Təkərlər normaldır. Polda zədəsi yoxdur. Heç Çürüyü, pası. Yox, çürüyü, pası yoxdur. Dəyişilənlərini deyin də bizə. Qapı, krel, kapot. Yox, dəyişilənləri yoxdur. Burası oradan buradan elə bir dəyilib, elə bir rəngi zad olub da oradan buradan. Aha, vuruqları olubdu, düzəltdirib rənglənmiş. Yüngül elə bir toxunmalar olub da. Tam kraskalanıb da yəqin yoxsa? Yox, sok oradan buradan. Sok kraskaları. Aynalar necə? Salamatdırmı? Qırıq çatı yoxdur aynalarda? Yox. Düymə ilə mi qalxır aynalar? Düymə ilə mi qalxır? Hə, 4 podyomnikdir. 4-ü də işləyir. 4-ü də işləyir. Sideniyə qızdırıcı. Pultu da var da yəqin ki bunlar. Hə. Park radarı. Aha, lap yaxşı. Bütün Nəsə əlavə varsa deyin də, yəni bizim bilmədiyimiz. Oturacaqlar parça salondur. Parça salondur. Yaxşıdır. Çıxollanıb yoxsa? Çıxol yığılıb da, çıxollanıb. Aha, qəşəngdir. Çıxol deyil. Bir başqa sidenənin özü elə tikilib. Ha, lap. Abrifkalardır, sidenələrdir. Özüm elətdirmişəm onu. Şit təmizdir. Bircə yerin Ailə şar vaxtı. açılıbdımı? Bəli. Nə onda vuruq olub yoxsa necə? Yox, ona elə bir qoyun sürüsünə dəyibdi. O da yüngül, o da şar asılı. İndi var şarları yoxsa? Yox. Kimin nə sual olsa sizi narahat eləyə bilər də yəqin Bəli, ki. bəli. Benzin sərfiyyatını bir də kondisionerini deyim də bizə. 107-dir. Kondisioner də işləyir. Kondisionerin yox. Kompresorun nəsə problemi var. Qiyməti Düzələn bir neçə? şeydir, yəni xərci var. Qiyməti Qiyməti 9000. 9-a deyirsiniz. Bəli. Xərcləri də var da. Real olsa, hə, yəni xərcləri nəzərə alarıq yüngül. Yüngül xərclərində kosmetika işi qalıb da, bir dənə maşının kosmetika. Kondisioner işləmir, şarları yoxdur. Hamısı onların qiymətdən çıxmaq lazımdır. Çıxmısınız mı yoxsa hələ çıx? Yox, real alıcı olsa yönləşərik də onlar. Hardadır maşınımız? Hansı rayonda? Ağdam. Ağdamda? Bəli. Uğurlar qardaşım. Qardaş Allah xeyir versin. Sağ ol qardaş. Opel Astra mı? Bəli, Xeyizbək.
Ha, buyurun, məlumat verin bilək necə maşın? İli 1999-dur, motor 1.4-dür, remendir, Ekatet motordur. Maşın bugünkü günü heç bir xərc tələb eləmir. Yüngül oradan buradan kosmetik işləri var. Yəni gündəlik sürülən maşındır. Çoxdan mı işlədirsiniz? Yox, mən alıb satıram. Yəni alandan sonra xərc çəkmisiniz, onu bilmək Bəli, istəyirik. əl gəzdirilibdir peredoguna. Görüləsi işləri var da, onlar yerinə yetirilib hamısı. Qısa müddətdə bilmək olur maşının problemlərini. Belə bilmək olur. Siz aldığınız bir həftədir, sonra satırsınız, alan adam aparır, problem çıxır. Problemi yoxdur, yox. Elə, yəni ki, hamısı özümüz aradan qaldırırıq ki, heç bir problem də olmaz. Maşın kondisioneri var. Yəni radiatoru təzə dəyişib kondisioneri. Burası qoşulmayıbdır. Maşın da nömrəsiz satılır. Nömrəni verməyəsiniz. Xeyr, maşın nömrəsiz satılır. Üstündə Nömrə bahalı neçədir nömrəsi ki? var. 02 BN 212. Bəli. Nömrəni amma alıb verəsiniz də, yoxsa? Yox, elə bil ki, alan adam adına format eləyəndə nömrə qaydacaq özümüzə də. Bron olunub da elə bil ki. Aha, başa düşdüm. Mən elə bil satıram, kimsə aldı, davernüs verəcəm. Maşını havağa format eləyəndə nömrə götürüləcək. Maşınımızın mühərriki deyirsiniz? Mühərriki 1.4-dür. 1.4-lü benzindir. Bəli. Necədir mühərrikin vəziyyəti? Mühərriki əla. Nə qədər sürüldüyü bilinir? Orijinal probekt. Orijinal prospekti 324 min getməlidir. Yəqin ki, yığılmış olar da mühərriki. Yəqin ki. Yağ azaltma səs. Yağ azaltması yoxdur, korobkada atma yoxdur. Yəni mexanikadır korobka? Bəli, mexanikadır. Ön çəkirdə bunlarda. Bəli, bəli. Qranatların səsi Heç küy. bir şey. Peredokdan birlikdə səs küy yox. Xeyr, motorun paduşkası da dəyişilibdir, təzə paduşkalar qoyulubdur. 4 dənə təzə təkər. Təkərləri yaxşıdır. Bəli. Altında zədə yoxdur, polunda. Maşının altı üstündən də təmizdir. Dəyişənlər varmı? Xeyr, Kapot, dəyişən krel, yox. kapot. Xeyr, dəyişən öz detallarıdır. Prosta maşında bir-iki detalında kosmetik işləri var da. Bamperlərdir. Detallarında da bir-iki. Yəqin ki, əvvəllər bir-iki dəfə kraskalanmış olar. Bəli, bəli. 99-un maşınıdır. Aha. Maşınımızın aynaları salamat? Bəli. Yox, ön aynasında çatı var. Bir dənə o daş çıxıb dəyibdi. Sərnişin tərəfdə. Bəli, bəli. Ön aynalar podiumikdən qalxır deyirsiniz. Bəli, bəli. Oturacaqlar da iki parça salonda. Bəli. Zədə yoxdur ki? Bir tərəfində var. O da o şofer tərəfdə. Sürücü tərəfdə. Bəli. İşçi təmizdir. Pultu da var mı bunların? Bəli. Qiyməti nədir? Qiyməti 6200-ə deyirəm. Alan olsa razılaşarıq. Görmək istəyən hara gəlsin? Ağdam rayon. Uğurlar arzu edirəm. Çox sağ ol. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. Allah canını sağ eləsin. Maşınımız Priora 2170. Buyurun, məlumat verin bilək necə maşınımız? Maşın detal maşınıdır, öz maşınımızdır. İl neçədir? İli 2012-dir. Çoxdan mı işlədirsiniz? Hə, təzəlik bizdə olubdur. İldə demək olar ki 12-dir. Satış, alış 13-dür. 13-cü ildən də sizdədir? Hə, qiymət də 10500-ə deyirik, razılaşma yolu var. 223 min deyəsə probyekt deyilmi? 200 min keçibdir. Mühərrik necə yığılıb? Mühərrik qırmayana yığılıb. Hə, amma belə özü yığılmayıb da nəsə? Hə, yox, özü yığılıb, açılmır. Yağ azaltması, səsi? Yox, heç bir problem yoxdur. Yəni mühərrik yaxşı. Hə, yaxşı. Korobkada vəziyyət necə? Heç bir atma, tullama, heç nə yox. Ancaq bir dənə kondisionerin qazı yoxdur. Kondisionerin qazında yəni vurdura adam problem çıxsa, əgər saxlamasa mənlikdir. Xərc, xəsarət. Kondisioner işləyir, sadəcə olaraq qazı yoxdur. Qazı yoxdur, bəli. Aha, maşınımızın pedokunda vəziyyət necə? Heç bir problem yox. Səsi küyü yoxdur ki, heç nə. Aha. Təkərlər yaxşıdır? Yaxşıdır, təkərlər yaxşı. Altında zədə yoxdur? Yox, heç bir zədəsi yoxdur. Heç bir problem yox. Polu yaxşıdır deyirim. Yaxşıdır, yaxşıdır. Dəyişilən deyirsiz yox? Yoxdur, yox. Kraska vuruldu maşınıza? Oradan buradan elə belə. Zavod kraskası var hətta var, üstündə. Hə, deyil zavod kraskası hamısı. Maşınımızın aynaları yoxdur ki, zədə yoxdur aynalarında? Yox, heç birində ayna. Düymə ilə mi qalxır? Düymə ilə, bəli. Önlər dördü də? Hamısı. Dördü də düymə ilə qalxır. Hə, point sistemi hamısını bağlayır, qaldırma, yendirmə hamısı aktivdir. Şiti təmiz, oturacaqlar normaldır, çol çəkilib səhv eləmirəmsə eləmi? Hə. Bir balaca sürücü tərəfdə süzülmə var. Bir beçara şeydir, o da çıxoludur deyirsiniz. Belə normallı maşındır. Qiyməti də ki, nə qədər idi? 10500. 10500-ə deyirsiniz. 10000 təklif eləyən olsa, bütöv. Vermək olarmı? Baxmaq olar. Əsas o da əlaqə saxlasınlar, maşınımıza baxsınlar. Hardadır maşınımız? Bərdə rayonunun Hacılı kəndi.
Aha, maşınımızı da Bərdə rayonunun ərazisində görə bilərlər. Görə bilərlər. Uğurlar arzu edirəm qardaşım. Sağ olun qardaş, Allah sizə də uğurlar versin. Siz də sağ olun. Xeyirli olsun qardaşım. Sağ ol, çox sağ ol. 07 maşın satmaq istəyirsiniz. Bəli. Qardaşımız da baxır maşına, elə siz məlumat verin, izləyicilər də bilsin bu qardaşımız da ki, necə maşın. 2008-dir. Motor karavka motosiklet kimidir. Peridoku yaxşıdır, çürük çarığı yoxdur. Hazır maşınlar bir ot sür. Möhkəm danış mən dəyişdim. Nə vaxtdan sizdədir maşın? Qardaş deyir biraz möhkəm danış, eşitsin. 8 aydır. 8 aydır. Etibarnamə nə işlədirsiniz? Bəli, bəli. Sənədlərində problem yoxdur ki? Xeyr. Texmo sığortamızı 1 illikdir. Aha, siz elətdirmisiniz. Bəli. Alandan sonra başqa xərcləriniz nə olubdu? Təkərlərini dəyişmişəm. 4 dənə kama təkər qoymuşam bahalardan. Biradan əl gəzdirmişəm. Mühərriki 06-dır. Bəli. Mühərrikini yığdırmadınız. Təzə yığılıb motor. Sizdən əvvəl. Özüm yığılmışam. Hə, siz yığdırdınız. Bəli, bəli. İndi necədir? Yağ azaltma səsi yoxdur ki? Yox, heç nə. Korobkada vəziyyət? 5-dir. Atım azadı yox. Aha, yaxşıdır. Diferdə səs? Yoxdur, yox. O da salamatdır. Altı necədir? Polo. Çiçək kimidir. Çürük pas. Yox. Olub yoxsa heç olmuyor? Yox, olmuyor. Danqrat yerləri salamat? Bəli, bəli, salamat. Peredokda vəziyyət necə? Yaxşıdır. Səsi küyü yoxdur ki? Yoxdur, yox. Təkərləri dedik. Dəyişənlərin deyin də bizə. Dəyişənlər vallahi başçıda yaş başım çıxmır dəyişənlər. Var dəyişənlər. Var amma bilmirsən konkret hansılardır, hə? Hə. Kraskadakı yəqin tam vurulubdur. Hə, kraskada yerindədir. Hazırda kosmetik işi yox. Maşınımızın aynaları təmizdirmi? Bəli, bəli. Alın şüşəsi. Qardaşımız deyir ki, ön aynaya alın şüşə deyilən, alın şüşə deyir. Fərqi yoxdur. Şitin amma üstündə çatlar Hə, var. bəzi çatlaqlar var. Hə. Aynalar düymə ilə mi qalxır yoxsa? Yox. Əlləndi. Pultu var? Yoxdur, yox. O da yox. Oturacaqlar da ki, normaldır. Hə, yaxşıdır. Maşınımızın qiyməti neçə? 4400 deyirəm, real alıcı olsa endirim eləyəcəm. Bütöv 4-ə istəsələr nə deyək? Hə. Vermək olar? Bəli, bəli. Qardaş 4-ə deyir verərəm, alırsan? 2008. Qardaş almaq istəyir, görək nə tər olur axırı. 3,5. İl neçə idi qardaş? 2008. 2008 3,5 istəyir. Verməzsən hələ o qiymətə. O qiymətə deyir vermək istəmirəm. Hardadır maşınımız? Ağcabədin özündə. Uğurlar arzu edirəm Çox sağ olun, qardaş. Allah kömək olsun. Siz də sağ olun.